Analar kafedə dostları ilə qəhvə içərkən uşaqlarını təmiz havada yatırmağa üstünlük verirlər. Bu yeni bir adət deyil, çox qədim ənənədir. İndi isə İzlandiyalıların özlərini tanıyaq. Onların ənənələri Vikinglərin qədim pagan inancını xristianlıqla qarışdıraraq çox fərqli bir mədəniyyət formalaşdırır. Əhalinin demək olar ki, hamısı xristian olsa da gənc nəsildə ateist və pagan inancları sürətlə yayılır. Xristianlıq və pagan inancı bir-birinə o qədər qarışıb ki, əhalinin %80-i elflərə və cücələrə inanır. Bu səbəbdən bir çox evin bağçasında mistik varlıqlar üçün kiçik evlər tikilib. Hətta yol işləri görülərkən belə orada yaşadığına inanılan ruhları narahat etməmək üçün bəzi daşlara və mağaralara toxunulmur. Yəni evə köçəndə bərəkət və rifah gətirsin deyə evə əvvəlcə çörək və duz gətirilir. Bıçaq hədiyyə kimi verilmir, bu münasibətlərin pozulacağına işarə sayılır. İzlandiyalılar soyuq iqlimi